Ümumilikdə hal-hazırda mənzil sayımız az qalıb. Binalarımızda olan mənzillərin 85% satıldığı üçün hal-hazırda 3 otaqlı, qanuni 3 otaqlı mənzillərimiz və 2 otaq studiyo mənzillərimiz var. Və 106-108 kvadratımız var, 48-57 kvadratımız var hal-hazırda. Qiymətlərimiz də binanın və mərtəbəyə görə dəyişir. Yəni standart bir qiymət yoxdur. Bəli, ümumilikdə hal-hazırdakı mənzillərimiz, az sayda mənzilimiz qalıb. 3 otaqlı qanuni mənzillərimiz var, 106-108 kvadrat, 2 otaq studiomuz var, 48-57 kvadrat. Mənzillərin qiyməti isə mənzilin baxış bucağına görə, binanın yerləşim yerinə görə dəyişir. Ümumilikdə qiymətimiz 2700 manatdan başlayır. Çox sağ olun ətraflı məlumat üçün. Sağ olun. Salam dostlar. Bura Kristal Abşeronun Highlight Residence layihəsidir. Mən indi sizə burada bir dənə mənzil göstərəcəm. Mənzil indi qismən təhvil veriləcək. Belə ki, görürsünüz, tikinti gedir. 3 dənə bina qismən təhvil verilir. Birinci 3 bina və indi verilir sadəcə olaraq əgər siz bu binalar təmirli binalarda bilirsiniz. Təmir işləri gedir. Bu ikinci binadır, bu da birinci binadır. Binalar ura hazırdır, baxın. Çox sağ olun. Görək, qapılar mən gələndə keçən dəfə yox idi. Qapılar qoyulub, görək necədir. Siz gəlirsiniz, nə yox idi? Yadınıza gəlir. Bəli. Balaca belə otaqdır. Bura neçə kvadratdır? Yadımdan çıxıb. 3-ün olmalı. 3-ün 3-ə. 3-ün sonuçta. 10 kvadrat, 3-ün 9-a. Burada qonaq otağıdır. Orada qeyd olunacaq ki, qaz su işıq yox. Kondisioner. Hansı firmadır bu, baxaq. Aqua. Aqua. Balaca bir balkon var. Burada yataq otağıdır. Çəkilib. Belə pəncərədir. Belə. İndi xırtılmış deyir, bunlar tozdur hamısı. Belə qoxuna yeri olacaq, studiyadır bura. Burada qoxuna yeridir. Qaz artıq çəkilib gəlib. Patoloku da belədir. Burada yataq otağıdır. Burada kondisionerin yeri buradadır. Dənizə görünüşdür. Highlight Residence həm dənizə baxır buxtaya, həm də baxır parka. Gənclik parkına. Burada da batareya buradadır. Bunların sayı, yəni ki, həm o tərəf, həm bu tərəfdə var. Burada belə qapı da buradadır. Burada da şkaf eləmək olar. Ümumi də buranın sahəsi 79 idi də. 71. 71 tam nə qədər? 72 paçti. Belədir. Koridorda belədir, baxın. Qaranlıqdır. Göstərə bilməyəcəm. Başqa vaxt çəkərəm. Maraqlı olsa yazın, mən də çəkim göstərim. Əgər maraqlıdırsa sizə. Bu da təhlükəsizlik görə qoyulur. İndi bütün binalarda tələb olunur ki, qoyulsun da. Yəni ki, tüstü olsa xəbər verir. Ona görə
Yəni ki, əvvəlcədən qoyulur. Burada su qovşağı, yəni umuvaynik olacaq. Qaz bu tərəfdədir, göstərdim sizə. Burada himer qaz quraşdırılıb. Bakarsan bırak. Babamı demek istersen. Eşitli sen sat. Adam oturmuş bir kol yere. Şiş olmalı ama Ama o oturacak. Qaz da buradan çəkilib. Baxın, belə gəlib. Çoxunda laminatdır. Burada bu o şeydə parketdir. Parket, tarket. Nəsə belə bir adı var. Mənim də xoşuma gəlmir. İndi bura çirkdir. Baxın, bu stıklar xoşuma gəlmir. Bu da deyir bir-birinə keçmədi. Taxtalar, yəni bu öz radnoy stıkıdır. Yəni belə olmalıdır. Mənim amma belə stık xoşuma gəlmir. Yağışdan sonra gəldik. Bura küncdür də. Şükür Allaha heç nə yoxdur. Yəni nəmişlik falan yoxdur. İndi buranı gərək həftədə bir dəfə havalandırılsın ki, tam aboylar qurulsun. Amma aboyları çox qəşəngdir. Baxın, heç bir dənə stık bilinmir. Aboyda məsələn Yasamalda yəni o qədər mənim xoşuma gəlməmişdi stıklar. Burada stıklar idealdır. Mən onsuz da bilirsiniz ki, bütün videolarımı, yəni ki, nə var onu sizə göstərirəm ki, necədir. Başqa sualınız varsa mənə verin, hansı hissəsini istəyirsinizsə, sizin üçün əlavə yenə də gələrəm, bura çəkərəm. Belə. Elə ki, qazı suyu yoxlamaq olmur. Amma yəni ki, burada ümumiyyətlə 4 kvartiradır, hə? 5, bir də bir otaqlıdır da. Bunlar parka baxırlar. Bunlar 106, bir də 108-dir. Deyəsən, kvadraturası. Bir də bu arada bir otaqlıdır. Deyəsən, bu da 52-dir. 2 dənə də orada 71, 72. Körpüdür o.